Yeni Azərbaycan Partiyasının dəvəti ilə Çin Kommunist Partiyasının nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyəti Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib. Məzarları üzərinə tər güllər düzülüb. Əbədi məşəl abidəsinin önünə əklil qoyulub. Nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında partiyanın Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin İnformatika və Tədqiqatlar Departamenti direktorunun müavini, nümayəndə heyətinin rəhbəri Kang Şuay çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının sədri Si Jinpingin iradəsi sayəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının geniş əlaqələrə malik olması xüsusi vurğulanaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıdığı qeyd olunub. 2024-cü ilin noyabr ayında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə nümayəndə heyətinin Çinə səfəri zamanı partiyalar arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyəti nəzərə çatdırılıb. Memorandumundan irəli gələrək müxtəlif sahələrdə, o cümlədən gənclər arasında əməkdaşlıq istiqamətində görülən işlərin partiyalar və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunub. Daha sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Mərkəzi və Dövlət orqanları ilə İş Komitəsinin Siyasi Tədqiqatlar Departamentinin sektor müdiri Vumin təqdimatlarla çıxış ediblər. Çin Kommunist Partiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da olub. Əvvəlcə qonaqlar Akademiyanın nəzdində fəaliyyət göstərən Çin Dili və Mədəniyyəti Mərkəzinin və Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin fəaliyyəti ilə tanış olublar. Sonra Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru, YAP Veteranlar Şurasının üzvü, akademik Urxan Ələkbərov dayanıqlı inkişaf və ekoloji sivilizasiya naminə innovativ dövlət idarəçiliyi texnologiyaları, Çin Xalq Respublikasının konsepsiyası və Azərbaycan Respublikasının təcrübəsi mövzusunda təqdimatla çıxış edib. Tədbirdə həmçinin Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin İnformatika və Tədqiqatlar Departamenti direktorunun müavini Kang Şuay və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış ediblər. Çıxışlarda cari ilin may ayında YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Dövlət İdarəçiliyi Akademiyası ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya məktəbi arasında anlaşma memorandumunun imzalanmasının dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi baxımından önəmi xüsusi vurğulanıb. Nümayəndə heyəti Çinin qlobal təşəbbüslərinin inkişafının və mədəniyyətinin öyrənilməsi mərkəzinin təşkilatçılığı ilə Çin Kommunist Partiyasının 105 illik şanlı yolu, gənclərin baxışı ilə Çin Kommunist Partiyasını anlamaq mövzusunda konfransa da qatılıb. Qeyd edək ki, nümayəndə heyətinin İçəri şəhərə, Dənizkənarı Milli Parka, Sibiriz İstirahət Mərkəzinə və Mərkəzi Nəbadət Bağına ziyarəti də təşkil olunub. Çin Kommunist Partiyasının nümayəndələri həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının operetta inciləri konsert proqramında iştirak ediblər.